Bu sənətdə sizin əziyyətinizi itirənlər çoxdur. İtirənlər həddindən artıq. O qədər. Bir ara dediniz ki, Nəfəs mənim qohumumdur, sonra dediniz mənim qohumum deyil. Valla mən o söhbəti mənə hər zaman deyirlər. Yəni mənim də dilimdən istəyirlər, nəsə eşidərlər. Münasibətimiz, məsələn, tanıdığım insanlardır. Münasibətimizdə, yəni onlara qarşı hər zaman xoş münasibətim olubdur. İndi bəzi insanlar istəyirlər ki, arada bir incilik yaradalar. Mən o Nəfəs xanıma da hər zaman dəstək olmuşam. Yəni elə bir qohumluq əlaqələrimiz yoxdur. Mənə dayı deyir, sağ olsun. Amma necə biz mətbuatdan elə oxumuşduq ki, mətbuat deyəndə bu haral mətbuatıdır. Mənə elə demişdi, mən də o cür yəni dəstək formasında istədim ki, o cür dəstək göstər. Baxdım ki, insanların hərəsinin düşüncəsində bir cür formalaşır. Ona görə də mən də dedim ki, gəl belə eləyək də. İndi dayı deyim, sən sağ ol, mən də sənə məsələn dəstək oluram. İndi onun heç dəstəyə də ehtiyacı yoxdur açığı. Yəni sadəcə olaraq münasibətimiz var, tanıdığım adamlardır, yaxındır, doğmadılar bizlərə. Yəni bir elin obanın insanlarıyıq. Bir də ki, məndən hərdən mahnılar istəyir. Mən də məsələn Sarı Bülbül mahnımı mən ilk dəfə verdim, oxudu Nəfəs. O da ona uyğur gətirdi. Sonra o günlərdə, yəni bir ay, 2 ay olar da Leyla mahnım var, A Leyla. O mahnını da mən zəng elədim ki, dayı istəyirəm o mahnını oxuyum. Üzr istəyirəm. Burada bir səbəb olmalıdır ki, əvvəl deyirsiniz mənim qohumumdur, daha sonra... O vaxt idi ki, o təzə başlamışdı. O vaxt təzə başlamışdı. Məndən də yəni istədi ki, biraz dəstək göstərim. Mən də dedim ki, mənə doğmadır. Hələ biraz da açıqlama verdilər. Nədir? Bacım nəvəsi dedilər belə. Ancaq ki, yəni elə bir qohumluğumuz yoxdur sadəcə olaraq. Mən özüm istədim ki, dəstəyi o cür göstərim, o da istədi. Yenə də birimizə hörmətimiz var. Yəni bu ictimaiyyət üçün deyil. Bundan sonra deməsinlər sizi ki, mənim qohumumdur. Yox, ehtiyac yoxdur. Mənə yəni ancaq ki, münasibətimiz həmin kimi nə vaxt demişəm, nə lazım olsa mənə müraciət eləyərsən, nəsə mahnıdır lazım olanda, nəsə bir məsləhət lazım olsa, yenə də mən o məsləhəti də mahnıda sənə qurbandır. Yəni mən ona demişəm, bütün mahnılarım nə qədər mahnı zad istəsən, mən sənə əvvəl də demişəm, indi də deyirəm. Dəstəyimi əsirgəyən deyiləm, yəni narahat olmasın. Amma bundan sonra deməsinlər ki, qohumdur. Deməsinlər, ehtiyac yoxdur. Yəni qohum oldu, olmadı. Nəfəs maşallah gündəmi zəbt edibdir mahnılarıyla. İnsanlar da sevirlər. Ona nə lazımdır? İnsanların rəğbəti, sevgisi, hamısı var. Yəni mən də bacardığım oydu, onu da elədim. İndən belə də yenə nə bacarsam, onu da yenə də görürəm.